Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, sizlərdən çox xahiş edirəm ilk öncə. Rahat oturun evdə. Telefonda baxası bir yerdə orada bura. Yəni buranı televizor, böyük ekran, qoşubsuz YouTube-u mənim təqdimatımı saat 21:00 bu təqdimata xahiş edirəm. Axıra qədər baxın. Çox xahiş edirəm. Düzdür, qiyməti çoxdur, amma ev, həyət, evlər, həyətdə olan evlər çox möhtəşəmdir, çox böyükdür. Mən sizi hal-hazırda Mərdəkan Əndirnə ərazisindən salamlayıram. Mərdəkanda, Əndirnə ərazisində çox böyük bir villa, bağ, nə bilim, bilmirəm də, bayaqdan gəzirəm, 1 saatdır qabaqdan gəzirəm ki, buranla tanış olum, sizlərə buranı dolğun olaraq, düzgün olaraq nə görürəmsə təqdimat edeyim. Mən hal-hazırda ümumi giriş qapıdan içəri keçirəm, həyətə keçirəm. Həyətə keçən kimi sol tərəfdə 3 mərtəbə, 6 otaqlı, modern üslubda çox gözəl, bütün əşyalarla birlikdə bir köməkçi ev var. Əsas ev deyil, bu köməkçi ev. Və üstü bütöv olaraq verandadır. Evin 1-ci mərtəbəsində, indidən deyim sizlərə, ümumi sanitar qovşağı, mətbəx, qonaq otağı, qarşısı veranda. 2-ci mərtəbədə 4 yataq otağı, ümumi qarşısı bütün veranda, sanitar qovşağı, lap 3-cü mərtəbədə isə geniş, böyük bir mətbəx. O evdə 2 dənə mətbəx var. Böyük bir mətbəx, daxilində sanitar qovşağı və qarşısı isə böyük bir verandadır. Üstüdəki təqdim eləyəcəm. Dəyərli izlə, onu sona saxlayıram. Çünki o biraz balacadır, ən böyüyü var. Küçəni bir dənə qısa olaraq göstərim. Küçəni, parking sahəsini. Sonra keçirəm evin həyətinə. Çox danışmayacağım, çünki çox böyükdür bağımız, çox böyükdür. Evə baxın, ümumi giriş qapısı. Bundan əlavə olaraq bir dənə də darvazası var. Onu da göstərəcəm sizlərə. Buradan ümumi giriş qapıdan keçdim içəri. Bu birbaşa giriş evin obusu hissəsinədir. Sağ tərəfdə piknik sahəsi var. Onu da göstərəcəm. Keçən kimi kiçik bir sanitar qovşağı həyət üçün nəzərdə tutulub, tərtəmizdir. İşıqları bunun yandırmadım, neynək. Gəl bura. Sonra bunun yanında həyət üçün nəzərdə tutulmuş ayrıca bir mətbəx otağı var. Bu mətbəx otağında içərisində hər bir şey mövcuddur. Hər bir şey. Kondisioner, televizor, soyuducu və bunun daxilində ayrıca sanitar qovşağı. Keçək. Keçirəm hələ ki, mən sizə həyətdə nə yerləşirsə onu təqdim edeyim. Həyətin suvarma sistemi, həyətin avtomatik suvarması, işıqlandırması, yanğın söndürmə işlərinə qədər varıdır. Bax, keçək, piknik sahəsidir bura. Burada oturub yemək, içmək üçün, sonra buradan keçək, oradan keçək, gəl. Gəl keçək oradan. Buranın da özünün ayrıca manqalı var. Həyətdə hər bir şey mövcuddur. Bütün stollar, stullar, İdman alətləri, baxın, burada var, o tərəfdə var. Gedəcəm, göstərəcəm sizə. Uşaq ailəncə mərkəzi, uşaqlar üçün hovuz, böyüklər üçün hovuz, həyətdə nələr yoxdur, maşallah. Bax, bu əsas evdir, sizlərə təqdim eləyəcəm. Əsas evin. Bura isə piknik sahəsidir. Piknik sahəsində hər bir şey var. Baxın, ocaqlıq var. Burada belə bir ocaqlıq var. Sonra burada barbekü aparatı var. Oturmaq üçün stullar, uşaqlar üçün, böyüklər üçün hər şey burada mövcuddur. Bu piknik sahəsində. İndi keçək evi həyətinə, həyətin sağ tərəfinə. Çox genişdir, çox böyükdür. Əziz izləyicilərimiz, imkan qədər buna baxın. Axırda sizə evi də təqdim edirəm. Bura bir cənnətdir də. Bu həyət, burada heç kim məncə qocalmaz. Burada sadəcə yaşamaq, burada gəzmək. Səhər-səhər durdum burada. 1 saat burada piyada gəzmək özü elə böyük bir şeydir. Söhbətgah. Bir dənə keç oranı da qısa olaraq göstər. Çünki daxilində orada kiçik bir mətbəx var. Qeyri-adi bir mətbəxdir. Bufetdir. Dəyərli izləyicilərimiz, torpaq bütöv olaraq 76 sotdur. 76 sot. 76 sotun içərisində tikililəri də sizlərə bir-bir hamısını təqdim edirəm. Bu həyət
Bir daha bütün bax çiyələk əkilib, bütün əkin sahəsi ayrıdır burada. Sonra bağ sahəsi ayrıdır. Sonra meyvə ağacları olan sahə ayrıdır. Hamısı bölünüb. Maşallah, sağ olsun bura baxan insanlar o qədər təmizdir ki, tərtəmiz, səliqəli, gül kimi bir bağ sizə təqdim edirəm. Dəyərli izləyicilərimiz, burada hər bir şey var. Bütün meyvələr, tut ağacları, əkin sahələri, hamısı biberlərdir, pomidorlardır, hamısı əkilib. Sonra orada xiyarlar əkilib, hamısı. Damcı suvarması da var, damlama suvarması var, avtomatik olaraq suvarması var, əllə suvarmaq olar, idman alətləri yenə də burada da yer mövcuddur. Sonra həyət, heç bir bu boyda həyət, heç bir qonşu tərəfindən görünmür. Heç yerdən bu həyət görünmür. Bu da həyətin ayaq hissəsidir. Yəni ən axırıdır, ayaq hissəsidir. Hələ həyətin arxasına keçməmişik. Hələ orada göstərəcəm. Orada futbol meydançası var, parking sahəsi var. Bu da ki, həyətin ayaq hissəsi. Burada bir şəlalə qoyulub, işlək vəziyyətdə və söhbətgah. Ay maşallah. İşıqlandırma da ki öz yerində. Həm divarda, həm də düz mərkəzdə dayanan işıqlandırmalar. Maşallah. 76 sot, dəyərli izləyicilərimiz, bugünkü gündə bu villanın qiyməti start olaraq, başlanğıc olaraq 5 milyon manatdır. 5 milyon manat bütün əşyalı olaraq sizlərə təhvil veriləcək. Kim əgər istəsə bu bağı. İnşallah ki, bizim müştərilərimizdən kimsə istəyər. Gedək evin arxa hissəsinə. Gedək həyətin ikinci darvazasını sizlərə göstərim. İkinci darvazadan həyətə necə girirlər. Darvaza piyada keçidləridir. Hamısı çox qəşəng, gözəl. Bu həyətə söz ola bilməzlər, dəyərli izləyicilərimiz. Həyətdə hər şey var, hər bir şey var. Bu isə həyətin ikinci darvazası. Avtomatik olaraq pultla təchiz olunub. Darvazanın yanında əlavə olaraq hər bir şey mövcuddur. Mən sizlərə indi hamısını təqdim edəcəm. Allahın köməyi ilə. Gəl. Həyətə girəndə həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Burada bir maşınlıq qaraj, avtomatik olaraq onun da darvazası var. Əlavə olaraq orada avtomatik olaraq darvaza, 2 maşın saxlamaq üçün parking sahəsi, futbol meydançası, burada qarajdır. Keçdik içəri daxil olan kimi, həyətə daxil olan kimi qarajın yanında, arxa hissəsində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı. Bu da ki, qarajdan giriş-çıxış qapısıdır. Bu tərəfləri mən sizlərə təqdim edəcəm. Hansı ki, mən indi hal-hazırda həyəti təqdim edeyim sizlərə. Pilləkənin altında kiçik bir texniki otaq var. Həyət maşallah. Çox qəşəng, çox gözəl, çox. Həyət bütün olaraq kamera nöqtələrinə, təhlükəsizlik kameralarla təchiz olunub. Öylər üçün nəzərdə tutulmuş hovuz. Hovuzun baş tərəfində dəvə boynu şəlaləsi. Orada uşaqlar üçün nəzərdə tutulmuş hovuz. İkisi də filtrlidir. Üstü bağlı təbii güllərdən düzəldilmiş, oturmaq üçün nəzərdə tutulmuş ərazi. Yəni söhbətgah kimi nəzərdə tutulub. Sonra fitnessdə gün şüası almaq üçün çarpaylar, yerləşəklər, həyət, buranın, zat oranın tanış olacaq sizlərlə bu evlə inşallah. Bu tərəfdə sizlərə tanış. Orada gözətçi evi var. Gözətçi evinin hər bir şəraiti var. Bugünkü gündə gözətçi orada bütün şəraiti olan bir evdə yaşayır. Hətta əzizlərcə, bu da ki, uşaqlar üçün park, istirahət parkı, ləmçəklər, fırlan, bəhbə. O evə girməyəcəm, o ev bütöv olaraq gözətçi evidir. Gözətçi öz ailəsi ilə orada yaşayır. Bütün şəraiti var, bütün şəraiti var. Çöldən göstərmişdim, maşın girib orada saxlaya bilir.
Burada futbol meydançasıdır, balaca bir futbol meydançası. Bu meydançası idman eləmək üçün evin arxa hissəsinə, köməkçi evin arxa hissəsinə gedir bu yol. Keçək, bitdi buranı bitirək, gedək evi təqdim eləmək, əsas evi təqdim eləmək. Birinci əsas evi, sonra isə bu evi təqdim edək. İkinci giriş qapıdan içəri keçən kimi evin həyətində və birinci mərtəbəsində nə yerləşirsə, onları sizlərə təqdim etməyə başlayıram. Burada banket zalıdır, qonaqlıq eləmək üçün. Ondan əlavə olaraq birinci olaraq sizə buranı göstərim, istirahət edir. Bura istirahət köşəsidir. Hətta bura seyf də qoyurlar. Dəyərli izləyicilər. Bu seyfdən burada yəqin ki, istirahət vaxtı pullarınızı gizlətmək üçündür. Kiçik bir obuz, yəni soyuq su almaq üçün də o parnoydan çıxardır. Bura isə ayaq yolu və duş. Bu evdə, bu həyətdə yoxdur, bir şey yoxdur. Yəni yoxdur, deyiləsi bir şey yoxdur. Maşallah, hər bir şey var, hər bir şey var. Buyurub keçək. Bura banket zalıdır. Yəni qonaqlıq eləmək üçün qış vaxtı həyətdə oturmaq olmursa, isti döşəmə ilə təchiz olunub, kondisionerləri, karaoke, sonra bar, orada barın stoykası var, stolu var. Stol, stul, daxilində kamin, kreslo, maşallah, hər bir şey mövcuddur. Hazır stolumuz da var, dəyərli izləyicilər. Xoş günlərdə istifadə eləmək üçün. Gəl bunun indi bu tərəfdən, ikinci qapısından çıxaq. Hər bir qapısında, yəni pendirələr hamısı ciflidir, hamısı maşallah. Tam təmirli evdir də, əşyalar. Buradan çıxırsa, burada quşların səsinə nə şey gəlir. Burada da oturmaq üçün bir balaca bir stol var. Sonra keçirik. Həyətdə olan kiçik bir dənə də balaca otaqdır. Hansı ki, burada da qonaqlıq, yemək, içmək, eləmək üçün nəzərdə tutulan bir otaqdır. İstirahət nəzərdə tutulub. Bu otağın daxilində burada kiçik bir otaq da var. Maşallah. Bu keçid isə evin ümumi giriş hissəsinə keçir. Onu içərdən Allah qoysa sizə təqdim edeyim. Daxilində sanitar qovşağı var. İndi isə keçirik. Soyuducudur həyətdə. Marojna saxlamaq üçün. Hətta belə bir necə? Dondurma saxlamaq üçün yerlər, soyuducular var ondan. Mangal. Bu otaq birbaşa, bu qapı birbaşa o bayaq göstərdiyim otağa keçir. O istirahət otağına. Burada mangal, samavar, təndir və evin ümumi görüntüsü. İndi isə mən qalxacam evə. Bu evi təqdim eləyəcəm. Bu evi təqdim eləyəndən sonra keçəcəm o bursa evi təqdim etməyə. Buyurun, keçək 3 mərtəbəli villanın daxilinə. Gəlin ki, bura bir də evin birinci mərtəbəsində yerləşən. Keçək birinci mərtəbəyə. Burada binanın girişi hissədir. Pilləkənlə yuxarı baxmaq. Lift də var evdə. Burada lift də var. Bu mətbəx otağıdır. Burada mətbəx otağı yerləşir. Mətbəx otağının daxilində bütöv olaraq texniki otağı yerləşir. Burada evin bütöv 3 dənə konvertlardır. Boilerlərdir. Hər bir şey buradadır. Keçirik. Sanitar qovşağı var. Vannası, maşallah, tərtəmiz. Qəşəng.
görürsünüz evdə. Yəni ayrıca ayaq yoludur. Burada da 2 dəfə yataq otağı birləşir. Bir, burada da 2. Əziz izləyicilərimiz, burada otaqlar çoxdur. Həddən artıq çoxdur. Mən çəkilişi Elvinlə çalışırıq ki, sıralama eləyək ki, heç kim yəni baş döndürücü olmasın. Amma vallahi çoxdur. Hardan başlayıb, harda bitirməyimizi demək olar ki, başımızı itirmişik. Gəlib buradan da qalxaq 2-ci mərtəbəyə. 2-ci mərtəbə, görək burada nə yerləşir. Burada sizlərə nə təqdim edəcəm. Gəmiyə qala çox qəşəng. 2-ci mərtəbəyə qalxdıq. Dəhliz. Dəhlizdən sol tərəfdə burada var qatlar, hamısı tənqi qatlarda qarşıdır. Burada bir yataq otağı. Yataq otağının daxilində sanitar qovşağı. Bu ikinci yataq otağı. Çox böyük, geniş yataq otağıdır. Yataq otağının daxilində sanitar qovşağı var. Özünün bu döşəməsi parketdir. Əşyalı. Keçirik burada geniş, böyük bir qonaq otağına. Maşallah, çox geniş, böyük bir qonaq otağı var. Bura kinoya baxmaq üçün resorlar da düzülüb, maşallah. Kinoteatr. Barın stoyka, bura bar stolu, mətbəx qarşısında. Qəşəng kreslolar, bu kino zallarda olduğu kimi kreslolardan. Kamen və bura mətbəxi. Qonaq otağın mətbəxi. Bunun qarşısında eyvanı da var. Eyvanda da nə görəcək, sizlərə təqdim edəcəm. Qəşəng geniş, böyük bir eyvanı var. Və ay maşallah. Lift də oradadır. Əziz izləyicilərimiz. Lift. Gördüyünüz kimi lift də burada yerləşir. Bütöv dəhliz. Oradan da pilləkən var yuxarı qalxmağa. Buradan da pilləkən var yuxarı mərtəbəyə qalxmağa. Burada isə tam mərkəzdə su hövzəsi olan bir mətbəx kimi otaq düzəldilib. Oturmaq üçün falan hər bir şey, yelləncəri, hər şeyi mövcuddur. Hər yerlərdə də kamera. Kameralar, maşallah, nə gözəl havası var. Bunlar hamısı daşdandır, mərmər daşdır, əl işidir. Əziz izləyicilər, liftdəki işləyir. 3-cü mərtəbədədir. Lift maşallah. Yəni birdən düz 3-cü mərtəbəyə qədər qalxır. Gəl buradan qalxaq. Lifti göstər, lift açıldı. Gəl. Buradan qalxdıq 3-cü mərtəbəyə. Burada nələr var, onları sizlərə təqdim edəcəm. Sən qalx lifti. Biz hal-hazırda əsas evin 3-cü mərtəbəsindəyik. 3-cü mərtəbə demək olar ki, istirahət güşəsidir. Gözəl bir ərazi. Alınıb burada, düzəldiblər, üstü bağlı. Buranı bitirəndən sonra Petroyev təqdimatına inşallah. Gəl, lift qalxdı 3-cü mərtəbəyə, buradan keçirik. Bura demək olar ki, istirahət güşəsi kimi nəzərdə tutulub, bütöv olaraq. Keç, buranı göstər. Burada oyun aparatları, oyun stolları hamısı mövcuddur. Hər tərəfi cam balkondur, açılır. Hər yerə də baxırsan da buradan bütün dəniz, bütün hər bir şey görünür. Əziz izləyicilərimiz. Keçək bura. Burada da bilyard stolu var. Ayrıca bir otaqdır. Bilyard stolunu bura qoyublar. Maşallah. Kondisioneri, bilyard stolu, hər bir şey mövcuddur. Bitiriyor.
Bir oranı göstərək, sonra gedib o tərəfdən düşəcək aşağı. O pilləkəndən Allah qoysa düşəcək aşağı. Buranı təqdim eləyək. Çünki orada da yataq otaqları var. Burada da bir dənə yataq otağı var. Bunu da sizlərə təqdim edeyim. Bu yataq otağı, buranın da özünə aid olan sanitar qovşağı. Gəlin, keçək o tərəf. O birisi pilləkəndən düşək, orada nə yerləşirsə onu göstərək, oradan da keçək o birisi evə. Hə? Gəl. Gəl. Burada da pilləkən, burada da bir veranda var. Oturub istirahət eləmək üçün stol, bir dənə də gül şüvası almaq üçün. Xat var. Orası. Bu pilləkən düz evin düşür bura, burada yox. Düz evin ikinci qapısı, ikinci darvazası. Keçdik. Burada da bir yataq otağı, yataq otağının özünün ayaq yolusu və hamam otağı. Keçək. Gedirik aşağı. Gedirik indi o evə, dəyərli izləyicilərimiz. O evi də təqdim edək sizə. Bitirək burada. O evi təqdim edək, orada bitirək, dəyərli izləyicilərimiz. Çox sağ olun, bizi izləyirsiniz. İzləyin. Hələ davam var. Dəyərli izləyicilərimiz, biz hal-hazırda həyətdə yerləşən ikinci evə keçirik. Bu modern üslubda inşa olunmuş 3 mərtəbəli bir evdir. Hal-hazırda dəhlizdəyik. Geniş evin qarşısında şüşəbəklə, cam balkondur hamısı. Hamısı da açılır. Bütöv olaraq cam balkondur, döşəmə isti döşəmədir. Düz buradan gəlir, bura qədər keçir. İkinci mərtəbədə də eyni var, göstərəcəm, təqdim edəcəm sizə. Buradan birbaşa mətbəxə giriş-çıxış qapısı var. Mətbəxdən də evin arxasına giriş-çıxış qapısı var. Mən onu sizlərə təqdim edəcəm. İndi isə biz bu evin mərkəzi qapısından içəri daxil oluruq. Mərkəzi giriş qapıdan içəri girən kimi pilləkən qəfəsi, düz 3-cü mərtəbəyə kimi qalxan pilləkən qəfəsi. Sol tərəfdə ümumi sanitar qovşağı. Bu ev ayrıca, əsas evdən ayrıca evdir. 3 mərtəbəlidir. Ümumi olaraq 400 kvadratdan böyük bir yaşayış sahəsi var. Bura qonaq otağıdır. Geniş, böyük bir qonaq otağı. Döşəməsi parketlə təmir olunub. İstilik sistemi hamısı ATP sisteminəndir. Bir daha söyləyirəm, evdə gördüyünüz hər bir şey hamısı qalacaq. Əşyalıdır. Buranın birinci mərtəbənin özünün mətbəxi. Mətbəxdə hər bir şey var. Maşallah, hər bir şey də brenddir. Yəni burada belə ucuz bir şey yoxdur. Bayaq göstərdiyim qapı birbaşa mətbəxə keçir. Buradan da arxaya çıxış var. Evin arxa hissəsinə. Hansı ki, mən buraları sizlərə təqdim eləmişdim. Bu qapını isə buradan sizə göstərim. Bu da evin arxa hissəsidir. Arxaya çıxışdır. Orada manqala var, görünən qəşəng. Gəl çıxaq ikinci mərtəbəyə. Gəl. Bu evin birinci mərtəbəsində mətbəxlə qonaq otağı, bir dənə ümumi sanitar qovşağı, bir dənə ki, evin qarşısında böyük bir verandası var. İndi isə qalxırıq ikinci mərtəbəyə. Dəyərli izləyicilər, tikintiyə aid olan burada heç bir sual ola bilməz. Keyfiyyətə aid heç kimin burada sualı ola bilməz. Biz hal-hazırda ikinci mərtəbədəyik. İkinci mərtəbənin qalxan kimi verandasını sizlərə təqdim edeyim, sonra otaqları sizlərə təqdim edəcəm. Monolit betonla, kolonlarla tikinti burada superdir. Bu da ikinci mərtəbənin qarşısında olan bütün veranda maşallah həyət var da, gölünə qəşəng görünür. Güllü, çiçəkli həyətdir.
Bayaqdan gəzirik, çəkiliş edirik sizlər üçün. Özünüz də gördünüz maşallah. Buradan da birbaşa 3-cü mərtəbəyə qalxacaq. Keçək yataq otaqlarını bitirəyik. Buradan da qalxaq 3-cü mərtəbəyə. Yaxşı, 3-cü mərtəbədə də yenə şey var, yataq otağı var. Hal-hazırda 2-ci mərtəbədə sizə 4 yataq otağı təqdim edəcəm. Birinci yataq otağı bütün əşyalı. İkinci yataq otağı. Döşəmə fövqəladə isti döşəmədir. Bütün hamısı. Buralarda 4 yataq otağı var da. Burada uşaqlar üçün nəzərdə tutulub. Əsas evdən ikinci evdir bura. Kimsə istəsə burada da qala bilir. Orada da var. Burada da yanğın təhlükəsizliyi üçündür bunlar. Bir də tam mərkəzdə yerləşən ümumi sanitar qovşağıdır. 2-ci mərtəbənin. 2-ci mərtəbədə 4 yataq otağı, bir dənə ümumi sanitar qovşağı və veranda. Buradan da birbaşa gedək, qalxaq 3-cü mərtəbəyə. Buradan keçək, qalxırıq 3-cü mərtəbəyə. Bura kimi kimlər baxıbsa, sağ olsunlar, çünki videomuz çox uzun oldu. Çox uzundur. Baxın, 76 sot. 76 sotun içərisində 2 dənə böyük bir villa. Maşallah. Dəyərli izləyicilərim, biz hal-hazırda bu evin 3-cü mərtəbəsindəyik. Baxın. 3-cü mərtəbədə geniş, böyük bir mətbəx. Mətbəxdə də hər bir şey var. Hətta burada da paltar yuyan maşın, sobalar, soyuducu və yataq otağı. Böyük geniş yataq otağıdır. Yataq otağının da daxilində sanitar qovşağı var, özünün geniş. Və bu yataq otağının görüntüsü. Ay maşallah. Çox möhtəşəmdir. Oy, həyətin görüntüsün bir-birdən də baxaq. Hər bir şey var. Yəni, hər şey. Buranın özünün qarşısında da yenə geniş, böyük bir verandası mövcuddur. Döşəmə bir daha söyləm. İsti döşəmədir. Hamısı. Buradan bütün əşyalar, dəyərli izləyicilər, bir dənə buradan çıxaq yuxarıda sizlərə təqdim edeyim. Bu mansarddır. Yəni, bu evin 3-cü mərtəbəsində idik biz. 3-cü mərtəbədən qalxdıq mansarda. Bu evin üstüdür, dəyərli izləyicilər. İki tərəfdən də giriş-çıxış pilləkən qəfəsi var. Həm buradan, həm də o tərəfdə. Ay maşallah, ay maşallah. Və hər bir, baxın. Xəzər dənizi bütöv olaraq ayağımızın altında. Bütün Mərdəkan, Şuva, Dres, burada Dalğa Arena, solumuzda, burada, yox, orada Dalğa Arenadır. Ora şeydir, Dresdir. O bu Azal stadionudur ora. Dalğa Arena daha buradadır. Bax, Dalğa Arena buradadır. Buradır, bütöv buz olma. Hətta buradan Bilgə, Amburan biz də görsənir. Amburan, sonra o binalar bilmirəm, polis akademiyası bütöv olaraq hamısı görünür. Hər bir yer ayağımızın altındadır. Əzizlərimiz, bura qədər kimlər izlədisə, izləmədisə, dəyərli izləyicilərimiz, sizlərə təşəkkür edirəm. Allah Taala bu boyda, yəni bu genişlikdə bu evi kimə qismət eləyəcəksə, Allah ona ömür versin, can sağlığı versin. Burada adam qocalmaz. Dəyərli izləyicilərim, həyətin ucu bucağı yoxdur. Həyət çox möhtəşəmdir. Çox. Qiymət dediyim kimi 5 milyon manatdır. Endirimi də olacaq Allahın köməkliyi ilə. Sizlər üçün yaxşı da endirim olunacaq. Burada yaşamağa dəyər. Burada heç kim qocalmaz.
Təki pul yetirsin Allah Taala sizlərə. Çox sağ olun, minnətdaram bizi izlədiyi üçün. Bizi izləməyə davam eləyin. Abunə olmağı, paylaşmağı və bəyənməyi unutmayın.